Bismillahi və billah və bi zikri vəliyillah. Allahümmə accilli veliyyikəl fərəc. Esselamu aleyki ya Fatimətə Zəhra, salamullahi aleyha. Möhtərəm, əziz Zəhra TV izləyiciləri, mövzumuz xanım Fatimə Zəhra salamullahi aleyhanı tanımaq xüsusundadır və onun haqqında məlumatlara sahib olmaqla öz məqam və dərəcələrimizi artırmağa çalışırıq. Elmi üslubiyyatda dəlil gətirmənin bir neçə növləri var. Birinə inni və ikincisinə limmi üslubiyyatda mövcuddur. İnni və limmi dəlillər nə deməkdir? Bəzən səbəbdən nəticəyə doğru hərəkət etmək, bəzən isə nəticədən səbəbə doğru hərəkət etməyə deyilir. Bugünkü mövzumuzda çalışacağıq nəticədən səbəbə doğru hərəkət edək və nəticənin əzəmətini görüb səbəbin nə qədər əzəmətli olduğu haqqında düşünək. Əgər nəticə o qədər əzəmətlidirsə, görün səbəb nə qədər daha əfzəl və yuxarı məqamlardadır. Xanım Fatimə Zəhra salamullahi aleyhanı tanımaq xüsusunda olan üsullardan, yollardan biri də onun adları haqqındadır. Niyə? Çünki bu adlar Allah tərəfindən ona təyin olunub. Allah tərəfindən təyin olunan adların adi, sadə mənaları ola bilməz. Əlbəttə bu çox böyük mənalar kəsb edir. Xanım Zəhra salamullahi aleyhanın adlarından biri, hansı ki Allah yanında olan adlarıdır. İmam Sadiq əleyhissalam buyurur ki, Xanım Zəhra salamullahi aleyhanın Allah yanında 9 adı var. Onlardan biri isə mübarəkədir. Mübarəkə, yəni bərəkətli. Həzrəti Zəhranın özəlliyin göstərən xüsusi adlarından biri mübarəkə adıdır. Xudavənd-i Müteal Həzrəti İsa'ya Həzrəti Fatimə Zəhra salamullahi aleyhanı bu adla tanıtdırıb. Ən Əbi Əbdillah İmam Sadiq əleyhissalamdan nəql eləyir. Süleyman və kanə qariən lil kutubi, hansı ki bu Süleyman bütün nazil olmuş kitabları oxuyan şəxsiyyətlərdən biri olub. İncili, Tövratı, Zəburu, İncili növlərini, hansı çaplarda olan, bunların hamısını mütaliə edən bir şəxs olub. Həmən bu şəxs İmam Sadiq əleyhissalamdan nəql edir və deyir ki, qalə qərətu fil İncil, mən İncildə oxumuşam. Ya İsa, ey İsa, cid fi əmri, mənim əmrimi möhkəm tut, fəssirli əhli Suriya, əs-Siryaniyyə, Suriya əhlinə, Siryani əhlinə bu mənim əmirlərimi çatdır. Bəlliğ min beyni yədək, əlində olanları onlara izah et. İnni ənəllah əd-daim, mən Allaham, həqiqətən mən Allaham və həmişə mövcudam. Əlləzi la əzzulu, hansı ki heç vaxt mən aradan getmərəm. Səddiqun nəbiyyil ummi zünnəslil qəlil, təsdiqləyin o ummi peyğəmbəri, yəni Qureyşdən olacaq peyğəmbəri ki, hansı ki bir nəsil sahibidir. İnnəma nəsluhu min mübarəkə, o peyğəmbərin nəsli mübarəkədəndir. Buradan məlum olur ki, hələ peyğəmbərlərdən qabaq bu ad Allah yanında mövcud olub və Həzrəti Müteal Allah, Həzrəti İsa əleyhissalamı xanım Fatimə Zəhra ilə tanış edir bu adla və peyğəmbəri tanış edir əlbəttə və sonra buyurur ki, onun nəsli mübarəkədəndir. Mübarəkə adındakı bərəkətin cilvəsi o zaman məlum olar ki, diqqətlə qulaq asaq, o zaman məlum olar ki, bilinsin ki, namazın həqiqəti nədir? Biz namazın həqiqətini başa düşsək, buradan yol alıb mübarəkə adında olan əzəmətli cilvəni başa düşəcəyik. Sonra aydın olacaq, namaz başa düşəndən sonra aydın olacaq ki, namazı qılan kimdir? Diqqətli olaq, namaz və namazı qılan, namaz və namaz qılan məsələsi aydın olandan sonra bu mətləbin rabitəsi aşkar olacaq. Ən Muaviyyət ibn Vəhəb, İmam Cəfər Sadiq əleyhissalatü vəssalamın xüsusi tələbələrindən olan Muaviyyət ibn Vəhəb deyir ki, Səəltu Əba Əbdillah əleyhissalam, İmam Cəfər Sadiq əleyhissalamdan soruşdum. Ən əfdəli ma yətəqarrabu bihil ibadu ilə Rabbihim və əhəbbə zalik. İmam Cəfər Sadiq əleyhissalatü vəssalamdan soruşdum ki, insanı Allaha yaxınlaşdıran ən fəzilətli əməl və ən sevimli əməl hansıdır deyə soruşdum. İlallah əzzə və cəl mahu, dedim hansı əməldir ki? Fəqalə ma a'ləmu şeyən ba'dəl ma'rifə əfdəl min hadihi sələvat əla tərə ennəl abdə salih İsə ibn Məryəm qalə və avsani bis salati və zəkati ma dumtu hayya. İmam Sadiq əleyhissalatü vəssalam buyurur ki, Muaviyyət ibn Vəhəbə, mən Allahı tanımaqdan sonra, yəni Allah tanımaq əməlindən sonra
namaz qədər insanı Allaha yaxınlaşdıran və Allaha sevdirən ikinci bir əməl tanımıram. Necə ki, Məryəm oğlu İsa'ya Allah əmr edir ki, beşikdə olanda bu sözləri desin ki, nə qədər ki mən sağam, Allah mənə namaz qılmağı, zəkat verməyi vəsiyyət edib. İndi, möhtərəm əzizlər, bir, sual verən İmam Sadiq əleyhissalatu və salamın böyük tələbələrindən və sahabələrindəndir. 2. Sual əməllərin ən fəzilətlisi və Allaha ən çox sevdirəni haqqındadır. 3. Bütün bəndələrin, əməllərin ən əfzəli barədədir sual. 4. İmam namazdan başqa bir əməl bilmirəm deyir. İmamın bilməməsi ondan başqa əməlin olmamasına dəlalət edir. 5. Cavab verən şəxs o kəsdir ki, hər bir şeyin elmi onun yanında hazırdır. O kəsdir ki, deyir ismi əzəm 73 hərfdən ibarətdir, onun 72-si bizim sinəmizdədir. 6. Cavab budur ki, namazdan üstün əməl tanımıram. Qalə Resulullah, Əs-səlatu min şərai-id-din. Namaz dinin sütunlarındandır, Peyğəmbər buyurur. Və fiha mərzatur Rəbb əzzə və cəl. Allahın razılığının hamısı namazdadır. İndi təsəvvür et, namazı necə gözəl qılmalısan ki, Allahın razılığı onun içindədir. Sınıq salxaq şəklində olsa, bilginən ki, orada razılıq olmaz. Amma gözəl və keyfiyyətli formada olarsa, Allahın razılığı ondadır. Fəhiyyə minhacul ənbiya. Namaz bütün peyğəmbərlərin yoludur. Bis-səlati yəbluğul əbdu illəd dərəcətil ulya. Namazla insan ən uca dərəcələrə gedib çata bilir. Məsələn, Qur'an-ı Kərimdə mənim özümün dediyim ifadələr, xoşum gələn mövzulardan biri budur ki, gecə namazının üstünlüyü barədə ən böyük söz nə ola bilər? Gecə namazı hərə bir söz deyə bilər, hərə bir fikir bildirə bilər. Amma məsələn, gecə namazının üstünlüyü barədə deyiləcək ən əzəmətli kəlmə budur. Bundan başqası deyil. Allah Quran-ı Kərimdə Peyğəmbərə buyurur ki, sən gecə namazı qılmasaydı, səni məqam-ı Mahmuda çatdırmazdım. Yəni, təsəvvür edin, çatdığını da bilirik. Sidrətül müntəhaya yetişdiyini də bilirik. O yer ki, mələklərin gedə bilmədiyi, Cəbrail kimi bir mələyin gedə bilmədiyi yerdir. Gedib və Allah deyir ki, təhəccüd elə, yəni gecə namazlarını qıl ki, səni o yerə çatdırım. Ona görə deyir ki, namaz vasitəsilə insan ən uca dərəcələrə çata bilər. لِأَنَّ السَّلَاةَ تَسْبِيهٌ وَتَهْلِيلٌ وَتَحْمِيدٌ وَتَكْبِيرٌ وَتَقْدِيسٌ وَقَوْلٌ وَدَعْوَةٌ. Niyə? Sən ayrı-ayrılıqda sənin bir vəzifən təsbih deməkdir, bir vəzifən, yəni Allaha pak münəzzəh bilməkdir, bir işin vəzifənin Allahdan başqa məbudun olmadığına etiqad etməkdir, bir işin Allaha həmd etməkdir, bir işin Allahı hər şeydən böyük bilməkdir, müqəddəs bilməkdir. Bunların hamısını bir yerdə isə namaz özündə göstərir. Yəni namazda təkbir var, təhmid var, təhlil var, təqdis var. Deyilənlərin hamısı namazda mövcuddur. Hədisdə deyilir, namaz peyğəmbərlərin minhacıdır, yəni yoludur. İmam Rıza əleyhissalam buyurur ki, Əs-səlatu qurbanu kulli təqiyyin. Bütün paklaşanların Allaha yaxınlaşması yalnız və yalnız namazla mümkündür. İndi möhtərəm əzizlər, bu namazı, bax bu deyilən namazı qılan İmam Cəfər Sadiq əleyhissalatu vəssalam olsa, yəni bu İmam Sadiqin namaz olsa necə olar? O namaz nə qədər əzəmətlidir və dəyərlidir ki, özü buyurur, İyyəkə nə'budu və İyyəkə nəstə'ini. O qədər deyirdim, təkrar edirdim və cümlənin öz sahibinin səsini eşidirdim ki, mənə cavab verirdi. Və hətta İmam Cəfər Sadiq əleyhissalatu vəssalam neçə dəfələrlə o halda namazın üstündə qəşş edib. Mərhum Küleyni Kafidə, Şeyx-ü Taifə mərhum Tusi Təhzibdə və Şeyx Səduq İmam Sadiq əleyhissalamdan nəql edirlər. Səmi'tu Əba Əbdillah yəqulu təsbihu Fatimə fi kulli yawmin fi dubri kulli salavat əhabbu iləyyə min salati əlfi rükətin min kulli yawm. Görün, indi ifadəyə baxız. Diqqət buyuruz, möhtərəm əzizlər. Buyurur ki, mənim üçün namazlardan sonra deyilən Fatimə-i Zəhra salamullahi əleyhanın zikri 1000 rükət, hər gün qılınan 1000 rükət namazdan üstündür. Namaz İmam Sadiq əleyhissalamın namazından söhbət gedir. Mənim və ya bizlərin və bütün bəşəriyyətin namazından söhbət getmir. Söhbət İmam Cəfər Sadiq əleyhissalam namazından gedir ki, deyir ki, mənim üçün Fatimə-i Zəhra salamullahi əleyhanın zikri 1000 rükət namazdan üstündür. Bu o şəxsdir ki, o 2 rükət namazını hədiyyə eləsə,
123.999 peyğəmbərə onların hamısına çatar, hələ artıq da qalar. Yəni belə bir şəxsdən söhbət gedir. Belə bir şəxs deyir, mənim 1000 rükət namazımdan Fatimə Zəhra salamlarının zikrini demək onlardan daha üstündür. 1000 rükət namazda 1000 Fatihə var, möhtərəm əzizlər. Fatihə surəsinin çəkisi nə qədərdir? Əzəməti nə qədərdir? Qalə Rasulullah və a'teytu ləkə və li ümmətikə kənzən min künuzi ərşi deyir. Allah, Peyğəmbər deyir, Allah mənə dedi ki, sənə və sənin ümmətivə öz ərşimin xəzinələrindən bir şey hədiyyə eləmişəm. O da nədir? Fatihətəl kitab. Kitabın Fatihəsidir. Siz bir dənə Quranda bu ayəyə fikir verin. Fatihə surəsinin çəkisini bu ayə ilə öyrənə bilirik. Və ləqəd āteynəkə səb'ən minəl məsani vəl Qur'anil əzim. Vay. Vaveyla daha. Baxız, buyurur ki, biz sənə 2 dəfə nazil olmuş 7 ayəni, axı Fatihə surəsi 2 dəfə nazil olub. Buna görə 1-ci və 2-ci rükətdə mütləq Fatihəni oxumalısan. Amma 1-ci rükətdə oxuduğun surəni 2-ci rükətdə oxumaya bilərsən, başqa surə oxuya bilərsən. Amma Fatihənin yerini dəyişmək olmaz. 2 dəfə nazil olub. Biz sənə 2 dəfə nazil olmuş 7 ayəni baxız ardına və Quranı əta elədik. Hədiyyə elədik, verdik. Məgər Fatihə Quran deyil? Allah niyə onu ayrı deyir, Quranı ayrı deyir? Yəni Fatihənin çəkisi Quran qədərdir. 1000 rükət namazın içində 1000 dənə Fatihə var. Yəni 1000 rükət namaz qılmaqla 1000 dəfə Quran oxumuş sayılırsan. Çünki bir Fatihə bir Qurana bərabərdir. Həmd surəsi budur. O da İmam Sadiq əleyhissalamın namazında. İkinci, 1000 rükət namazın içində 1000 dənə qul huvəllahu əhəd var. 1000 dənə qul huvəllahu əhəd var. Hansı ki İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, 3 dənə qul huvəllah bir Qurana bərabərdir. Kim 3 dəfə qul huvəllahu əhəd surəsini oxusa, bir dənə Quran oxumuş sayılır. 1000 ədəd rükətin içində 1000 qul huvəllahu əhəd, yəni 333 dəfə Quran oxumuş sayılırsan. Bir dənə Fatimə Zəhra salamlı əleyhanın zikrini deməklə. 1000 oradan, 333 də buradan elədi 1333. O namaz ki onda 1000 dənə rükû var. O namaz ki onda 1000 dənə səcdə var. Hansı ki deyir, qalə səmi'tur rıza yəqulu əqrəbu ma yəkunul abdu minəllah əzzə və cəl huvə sacid. Bəndənin Allaha ən yaxın halı səcdədə olan halıdır. 1000 dənə səcdə var. Sən bunların hamısını bir dənə Fatimə Zəhra salamullahi əleyhanın zikrini deməklə etmiş hesab olunursan. Söhbət hələ İmam Cəfər Sadiq əleyhissalamdan gedir. İmam Sadiq əleyhissalam bu əzəmətli əcrlə dolu 1000 rükət namazı qoyur kənara və buyurur, xanım Fatimənin təsbihin bu 1000 rükət namazdan üstün bilirəm, daha yuxarı bilirəm. Bax, buna deyilir mübarəkə, yəni bərəkətli. İndi, əgər bir zikrinin bu qədər nəticədən səbəbə doğru gedirik. Əgər bir zikrinin bu qədər cəlalı, məqamı, dərəcəsi, üstünlüyü varsa, bu şəxs özünə əzəmətdə bir şəxsiyyətdir. Xanım Zəhranın məhşərdəki bərəkəti nə qədərdir görəsən? Xanım Zəhranın nəsli onun bərəkətidir. 70.000 mələk qarşısında, 70.000 mələk arxasında məhşərə daxil olacaq. Həzrəti Cəbrail dəvəsinin cilovundan yapışıb, o Cəbrail ki, bütün peyğəmbərlər ondan nigaran olublar, ki, onun gəlməsi haqqında nə xəbər gətirəcək Rəbbimdən, nə deyəcək. O Cəbrail onun dəvəsinin cilovunu tutub, onu məhşərə daxil edəcək. Bütün peyğəmbərlər onun üçün darıxmış bir şəxs Cəbrail. Mindiyi kəcavənin haqqında hədisdə qeyd olunur ki, daxiluha əffullah və xaricuha rəhmətullah. Onun mindiyi kəcavənin daxili Allahın əffidir və xarici Allahın rəhmətidir. Bu, mübarəkə adının xanım Fatimə Zəhra salamullah əleyhada mövcud olmasının cilvələrindən birini və bir ikisini hüzurunuza çatdırırıq ki, bir dənə təsbihi, onun zikrini yerinə yetirmək, bu qədər əzəmətli əcrə sahibdir. Özü hansı dərəcədədir? İmam Cəfər Sadiq əleyhissalatü vesselam Əbu Harun adında sahabəsinə deyir ki, ey Əbu Harun, biz öz övladlarımıza namazı vacib etdiyimiz kimi xanım Fatimə Zəhra salamullah əleyhanın zikrini də vacib edirik. Ey Əbu Harun, əgər hər dəfə Fatimə Zəhra salamullah əleyhanın zikrini desən, mən sənə vəd verirəm ki, heç vaxt bədbəxt olmayacaqsan. Yəni, vacib deyil insan ilə, mühüm deyil. Yəni,
Ancaq namazdan sonra, adi hallarda, başqa vaxtlarda, boş vaxtlarında da onu demək həddindən artıq böyük fəzilət və savab var. Nəticəsi də budur ki, insan bədbəxt olmaqdan sığortalanır ki, heç vaxt bədbəxt olmayacaq. Bu, onun mübarəkə adına aid olan məsələlərdir ki, bərəkəti. Ki, onun bərəkətli olmasından digər cümlələrdən biri budur ki, onun nəsli, onun övladları, hansı ki, atasına sonsuz deyilmişdi, lakin nəticə olaraq onun nəsli hələ xanım Fatimə Zəhra salamullahi aleyha qapı ilə divar arasında qalanda Möhsin orada siqt olmasaydı ki, 1/3, övladların 1/3 o qapı ilə divarın arasında qaldı və siqt oldu. 2 oğlundan onun nəsli davam eləməyə başladı. Əgər bu Möhsin də salamullahi aleyh, o da əgər sağ olsaydı, görün indi seyyidlərin sayı nə qədər olacaqdı. Həmçinin bir fərdin əgər anası seyyidədirsə, onun övladı Mirza, o da Əhl-i Beyt əleyhissalama məhrəmdir və onun övladlarından hesab olunur. Əgər bir nəfər seyyidə bir xanımla evlənsə, bunun da nəticəsi nə olur? O Əhl-i Beyt əleyhissalama gəlin hesab olunur və Əmir-əl-Müminin onun qaynatası belə ki, məhrəm hesab olunur. Bu, onun mübarəkəliyindəndir. Mübarəkə mövzusu çox şiddətlə böyükdür. Baxın, vücudunun bərəkəti elə özü ən böyük mövzudur. İmam Hüseyin onun vücudunun bərəkətidir. İmam Həsən, bunlar necə dahi şəxsiyyətlər, əzəmətli şəxslərlər. Bugün İmam-ı Zaman, Əcəlallahu Teala fərəcəhu şərif, aləm ona fəda olsun, varlıq aləmin nizam intizamının sistemi əlində olan şəxs, bəndələrin tədbirini tökən şəxs, xanım Fatimə Zəhra salamullahi aleyhanın vücudunun bərəkətindəndir. O, onun nəslindəndir. Nələri saya bilərik? Xanım Rüqəyyə salamullahi aleyha, Həzrəti Əli Əsğər, Həzrəti Qasim, Əli Əkbər, onlar hamısı xanım Fatimə Zəhra, xanım Zeynəb salamullahi aleyha, xanım Fatimə Zəhra salamullahi aleyhanın mübarəkə adının göstəricilərdir, nümunələridir, mistaqlarıdır ki, bu xanım necə bərəkətlidir ki, xanım Zeynəb dünyaya gətirib. Siz təsəvvür edin. Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalam daxil olur Küfədə evinə. Görür ki, xanım Zeynəb salamullahi aleyha təfsir dərsi keçir. Elə bir təfsir keçir ki, o təfsiri Əhl-i Beyt əleyhissalam yalnız bilir. O ayələri təfsir edir ki, onu ərəb belə hələ özü başa düşmür, nə deməkdir o? Məsələn, müqəttə hərfləri, Quranda olan müqəttə hərfləri, kaf, ha, ya, ayn, sad, əlif, lam, mim, əlif, lam, ra, ha, mim, bu cürlə ayələr. Ərəb dilindədir, ərəb əlfi ilə bilmir nə deməkdir olar. Təsəvvür edin, xanım Zeynəb salamullahi aleyha bu ayələri təfsir edir. Kaf deyir Kərbaladır, ha həlakət, y Yezid, ayn ətəş, susuzluq, saddakı səbr. Bunları təfsir edir öz təfərrüatı ilə, genişliyi ilə. Əmir-əl-Müminin dayanır, heyrətlə qulaq asır. Qadınlar gedəndən sonra yaxınlaşır xanım Zeynəb salamullahi aleyhaya, buyurur ki, əgər bu ayələri mən təfsir eləsəydim, necə eynən nöqtə bə nöqtə sən təfsir edəndən, mən də o cür təfsir edərdim, ondan artıq təfsir eləməzdim. Və soruşur ki, sən bunları hardan öyrənmisən? Xanım Zeynəb salamullahi aleyha buyurur ki, hakəza əlləmətni ummiyəl Fatimətəz Zəhra. Bunları mənə anam Fatimə Zəhra salamullahi aleyha öyrədib. Siz təsəvvür edin, xanım Zəhra şəhid olanda xanım Zeynəb salamullahi aleyhanın 5 yaşı var idi. Ona görə alimətün bila müəllimədir. Onu xanım Fatimə Zəhradan öyrənib. Bu ad da, bu bərəkətli, mübarəkə adı da xanım Fatimə Zəhra salamullahi aleyhanı tanımaq üçün bir ünvandır. Allah təbarəkə və teala bizi xanım Fatimə Zəhra salamullahi aleyhanı yaxşı tanıyıb haqqını əda edənlərdən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.